Merhaba arkadaşlar. Biz hazırda yoldayız ve geçen dəfə o şərat dediğim mağazaya gedirik aylıq alışverişimiz için. Oradan size video çekip paylaşacağım. Oradan necə alışveriş edirik, neler alırıq. Belki izlemede kalın. Deməli, arkadaşlar biz səbəti götürürük. Sonra pasport nömrəmizi daxil edib, belə də pult götürürük. Və bu pultu səbəti oxutdururuq. Və artıq bu səbət bizim olur. Və nə alınsa bu səbətin adına yazılır. Sonra belə zeytunu kilo ilə çəkdirirlər. Üstünə belə yapışdırırlar barkodu. Biz də vururuq. Belə siyahı ilə bura düşür. Bu da həmin o şərat. Çox böyük mağazadır. Bu aparat isə, misal toyuq alırsan ya da et alırsan ya da balıq alırsan, bunun üstünə qoyursan, onu çəkirsən, sonra aparatla barkodu oxudursan, burada çəksin gör hansı qiymət çıxırsa, çerki çıxardırsan və ucur alırsan. Bura belə bütün meyvə tərəvəz hissəsidir. Burada da nə alırsansa, onu göstərəcək necə edirik. Avokadoları buranın yaxşıdır, amma önümədən alırıq. Bütün belə bugün adam azdır, göz sərgəli normalda belə sərgəli olmuş. Yeni soğanlı qoyuruq tərəzinin üstünə. Buradan özü bəzən avtomatik çıxır. Neçə kilodur? 1 kilo düzdür ya 3 kilo? O şəkildir. 1 kilo 182 gram 4 manat 61 şəkil. 4 manat deyirəm. 4.61 şəkil edir. Yəni kilosu 3.90. Biz kökü edirik. Nə qədər verdi? Amma arasında. 5.80. Sonra? Şekerin qarşılığını biləndə. Həm. Şunu avtomatik çıxdı. Deməli 1 kilo 210 qramdır, 1 kilo 390-dır, 4.72, hardasa 2 manat mı, 3 manat mı? 3 manata qədər edir. Burada isə badımcanlı, öz avtomatik çıxacaq mı? Çıxdı. Badımcan hamısından daha bağlı. Buradan gəldi. Yaxşıdır. İndi gedirik bunların vurmağa. Burada ise pultu yerine koyup orada çektirip, orada biraz geliştik, ona göre çekebilmedim. Burada ise ödemiş ödüyor. Arabanı getirip burada saxlayırıq, o çəkir. Bu da mümkün.